uşaqlar, hər vaxtınız xeyir. Bugün növbəti dərsimiz feilin təsvirlənməyən formalarından feil sifət və feil bağlamadır. Biz dedik feilin təsvirlənməyən formaları üç qrupa bölünür. Məsdər, feil sifət, feil bağlama. Bugünkü dərsimiz feil sifətdir. Feil sifət nədir? Feil sifət həm feilin adından da göründüyü kimi, həm də sifətin xüsusiyyətlərini daşıyır. Məsələn, feil sifətin feilə aid xüsusiyyətləri hansılardır? Feil sifətin feilə aid xüsusiyyətləri hərəkət bildirməsi, hərəkət bildirməsi. Sonra ikinci xüsusiyyəti təsdiq və inkarda olması, təsdiq və inkar bildirməsi. Sifətə aid xüsusiyyəti odur ki, sifətin hansı sualına cavab verməsi. Hansı sualına cavab verməsi. Yəni, əsasən hansı sualına cavab verir. Məsələn, bir feil sifət deyək, oxuyan. Oxuyan feil sifətdir. Burada oxu sözün kökü, ya bitişdirici, anda feil sifət şəkilçisidir. Oxuyan feil sifətimizdir. Feil sifətin hərəkət bildirməsi nədir? Oxuyan. Görürsünüz, hərəkət bildirir. Feilə aid xüsusiyyət odur ki, hərəkət bildirir. Təsdiq və inkarda olması. Oxuyan, təsdiqdə olan feil sifətimizdir. Bir də var. Oxumayan. Görürsünüz, bu da inkardadır. Deməli, feil sifətin feilə aid iki xüsusiyyəti oldu. Hərəkət bildirməsi və təsdiq və inkarda olması. Sifətə aid xüsusiyyəti odur ki, hansı sualına cavab verməsi. Baxın, oxuyan şagird deyirəm. Şagird. Hansı şagird? Oxuyan şagird hansı sualına cavab verdi? Sifətə aid xüsusiyyəti nə oldu? Hansı sualına cavab verməsi. Bəzən uşaqlar feil sifətlə feildən düzələn sifəti qarışdırırlar. Bu da an şəkilçisində çox vaxt olur. Baxın, feil sifətin şəkilçisi, an şəkilçisi var. Oxuyan, bu feil sifətdir. Feildən düzələn sifət isə deyirəm ki, məsələn, nə deyə bilərik burada? Qaçağan. Bir də qaçan. Qaçan. Baxın, qaçan burada feil sifətdir. Qaç sözün kökü, an, feil sifət şəkilçisidir. Burada qaç sözün köküdür. Ağan, əğən feili sifət şəkilçisi deyil. Feildən sifət düzəldən leksik şəkilçisidir. Deməli, qaç sözün kökü təhlil eləyəcəyik həmişə qarışdırmamaq üçün. Ağan, əğən nə şəkilçisidir? Ağan, əğən feildən sifət düzəldən leksik şəkilçimizdir. Yəni, bu sözümüz qaçağan olur sifət. Feildən düzələn sifət. Qaç feilinə ağan leksik şəkilçisini qoşuruq, sifət düzəldirik. Qaçan isə bizim feili sifətimizdir. Feili sifətimiz. Yəqin ki, bunu qarışdırmarsınız. Baxın, bunu necə müəyyənləşdirəcəyik? Deyək ki, təhlil eləyə bilmədiniz. Təhlil məsələsi yaddan çıxdı. İnkarda işlədəcəyik. Dedik, axı, feil sifətin feilə aid bir xüsusiyyəti var ki, inkar bildirir. İnkar, təsdiq və inkar bildirir. Qaçanat, qaçmayanat. Amma baxın, qaçağan. Sifətini işlədə bilərikmi inkarda? Qaçmağan. Görürsünüz, alınmır. Alınmadığına görə bu sifətdir, qaçan, qaçmayan. Bu isə feil sifətimizdir. Feil sifətin müəyyən bir şəkilçiləri var. Hansılardır o şəkilçilər? Feil sifətin an şəkilçisi var. Məsələn, an şəkilçisi. An, ən şəkilçisi. İndiki zaman məzmunlu feil sifətlər düzəldir. Məsələn, bayaqları dedik. Oxuyan. Hal-hazırda oxumaqdan söhbət gedir. Deməli, oxu sözün kökü, an, feil sifət şəkilçisi. Sonra, mış şəkilçisi var. Mış şəkilçisi. Mış həm də demişdik ki, zaman şəkilçisi. Uşaqlar, xatırlayırsınız da, keçmiş zaman şəkilçisi demişdik. Bəs yaxşı, necə fərqləndirəcəyik ki, mış orada zaman şəkilçisidir, yoxsa feil sifət şəkilçisidir? Baxın, oxumuş, oxumuş. Uşaq deyək. Uşaq. Necə uşaq? Oxumuş. Oxu sözün kökü, muş burada feil sifət şəkilçisidir. Zaman şəkilçisi olanda o feilin sualına cavab verməlidir. Məsələn, deyirəm ki, oxumuşdur. Nə etmişdir? Oxumuşdur. Burada artıq muş nədir? Zaman şəkilçisidir. Oxumuş zaman şəkilçisi, burada şəxs sonluğu. Oxumuşdur. Gördünüz? Necə müəyyənləşdiririk? Muş olan söz, oxumuş. Muş olan söz hansı sualına cavab verirsə, o feil sifətdir. Oxumuş uşaq, hansı uşaq? Deməli, buradakı muş nədir? Zaman şəkilçisi yox, feil sifət şəkilçisidir. Amma feilin sualına cavab verəndə oxumuşdur. Nə etmişdir? Oxumuşdur. Deməli, burada muş nə olacaq? Burada muş olacaq zaman şəkilçisi. Sonra bir sözün də üzərində müəyyənləşdirək. Yazılmış.
yazılmış kitab deyək. Yazılmış kitab. Bir də yazmışdı. Yazmışdı sözün. İndi baxacağıq uşaqlar. Burada iki dənə mışı görürük. Yazılmış sözündə və yazmışdı sözündə. Hansında feil sifət şəkilçisidir, hansında zaman şəkilçisidir? Bax, yazılmış kitab. Hansı kitab? Hansı sualına cavab verdiyinə görə buradakı mış nədir? Feil sifət şəkilçisidir. Mış feil sifət şəkilçisidir. Amma baxın, yazmışdı. Nə etmişdi? Etmişdi. Feilin sualına cavab verdiyinə görə buradakı mış nə olacaq? Keçmiş zaman şəkilçisi. Yəqin ki, aydın oldu. Sonra dedik feil sifətin şəkilçilərinə an şəkilçisi, mış şəkilçisi, sonra daxildir acaq şəkilçisi, oxunacaq, məsələn, hansı kitab. Burada da deyirsiniz ki, müəllim, acaq əcək həm də zaman şəkilçisi idi axı. Zaman şəkilçisi idi. Bəli, zaman şəkilçisi kimi işlənir, feil sifət şəkilçisi kimi işlənir, həm də leksik şəkilçisi kimi işlənir. Bu haqda danışmışdıq. Baxın, acağı feil sifət, zaman və isim düzəldən şəkilçisi kimi işlədək. Məsələn, deyirəm ki, oxunacaq. Oxunacaq kitab. Necə kitab? Oxunacaq kitab. Görürsünüz, hansı kitab? Necə kitab? Hansı necə sualına cavab verdiyinə görə burada nə olacaq acaq şəkilçisi? Oxu sözün kökü n leksik, acaq da feil sifət şəkilçisi. Hansı sualına cavab verdiyinə görə. Bir də var deyirəm. Oxuyacaqdır. Nə edəcəkdir? Oxuyacaqdır. Buradakı acaq nədir? Zaman şəkilçisidir. Yəni, gələcək zaman şəkilçisi. Bir də yanacaq. Məsələn, yanacaq. Yanacaq doldurma məntəqəsi var. Orada yan sözün kökü, acaq da leksik şəkilçisi. Nəsə alışıb yanacaq, oradakı acaq nədir? Buradakı zaman şəkilçisidir. Yəni, gələcək zaman şəkilçisidir. Bu da belə. Sonra feil sifətin ası şəkilçisi var. Bir də malı, məli şəkilçisi var. Bir də dığım şəkilçisi var. Bunlar sizə o qədər də lazım deyil, amma yazıram ki, yadınızda qalsın. Dığım. Dığım şəkilçisi. Bir daha yazaq. Burada yaxşı düşmədi. Dığım şəkilçisi. Bu da belə. Sonra gəlirik feili bağlamaya. Feili bağlama. Feili bağlama da feilin təsriflənməyən formalarındandır. Bu da həm feilin, həm də zərfin sual xüsusiyyətlərini daşıyır. Yəni, ikili xüsusiyyət daşıyan təsriflənməyən formalardandır. Həm feilin, həm də zərfin dedik xüsusiyyətlərini daşıyır. Məsələn, feilə aid xüsusiyyətləri nədir? Yenə hərəkət bildirməsi, ikinci xüsusiyyət təsdiq və inkarda olması, təsdiq və inkarda olması. Sonra zərfə aid xüsusiyyəti nədir feili bağlamanın? Zərfə aid xüsusiyyəti də hərəkətlə bağlı olan, hərəkətə aid olur, daha doğrusu hərəkət bildirən sözlərlə birləşir, hərəkət bildirən sözlə bağlı olur və hərəkət bildirən sözün tərzini, səbəbini, zamanını bildirə bilir. Həmçinin necə, nə vaxt və niyə suallarına cavab verir. Deməli, feili bağlamanın dedik, feilə aid xüsusiyyətləri hansılardır? Hərəkət bildirməsi, təsdiq və inkarda olması. Zərfə aid xüsusiyyətləri nədir? Hərəkətə aid olaraq hərəkətin tərzini, zamanını, yerini, daha doğrusu tərzini, zamanın səbəbini bildirir. Yerini bildirmir, tərzini, səbəbini, zamanını bildirir. Bu da belə. Sualları necə, nə vaxt, niyə suallarından birinə cavab verir. Məsələn, gəlin bir feili bağlama işlədək. Görəndə. Gör sözün kökü, anda, əndə feili bağlama şəkilçisidir. Görəndə hərəkət bildirirmi? Görəndə, nə edəndə? Görəndə. Görürsünüz, hərəkətlə bağlıdır. Hərəkətlə bağlı olduğuna görə hərəkət bildirir. Təsdiq və inkarda olur. Baxın, görəndə, görməyəndə. Görəndə, görməyəndə. Təsdiqdə. Bu təsdiq feili bağlamamızdır. Bu da inkar feili bağlamamızdır. İndi gəlin cümlədə işlədək. Mən səni
görəndə sevindim. Nə etdim? Sevindim. Kim mən? Mən nə vaxt sevinmişəm? Səni görəndə. Görürsüz nə vaxt sualına cavab verdi, zərfin xüsusiyyətinə. Axı nə vaxt həm də zərfin xüsusiyyəti idi. Zaman zərfləri nə vaxt sualına cavab verirdi də. Burada görürsüz feili bağlama da zərfin sualına cavab verdi. Nə vaxt? Görəndə. Feili bağlamanın müəyyən şəkilçiləri var uşaqlar. Feili bağlamanı da həmin şəkilçilər əsasında müəyyən eləyəcəyik. Məsələn, burada anda əmdə şəkilçisindən danışdıq. Anda. Anda əmdə şəkilçisi. Məsələn, qaç, anda. Qaçanda. Qaç sözün kökü, anda feili bağlama şəkilçisi. Sonra dıqda. Dıqda. Baxın. Oxuduqda. Oxuduqda. Oxu sözün kökü, duqda feili bağlama şəkilçisi bütövlükdə. Sonra dıqca. Dıqca. Burada 2 yazaq. Dıqda. 2 yox. 4. Dıqda, dikdə, duqda, düqdə şəkilçisidir. Dıqca. Dıqca, dikcə, duqca, düqcə şəkilçisi. Oxuduqca. Oxu sözün kökü, duqca feil bağlama şəkilçisi. Sonra ınca şəkilçisi var. Inca. Oxuyunca. Oxu sözün kökü, unca feil bağlama şəkilçisi. Ub şəkilçisi, ıb-isti 4 şəkilçisi. Demişdik ki, bu həm zaman şəkilçisidir, həm də görürsünüz feil bağlama şəkilçisi kimi işlənir. Oxuyub. Oxu sözün kökü, ub feil bağlama şəkilçisi. Baxın, ıb-dan sonra dır şəkilçisini qoşacaqsınız. Götürdüyü məqamda ıb olacaq zaman şəkilçisi. Götürə bilməyəndə olacaq nə? Feili bağlama şəkilçisi. Baxın, oxuyubdur. Deyirəm ki, o oxuyub gəlib. İndi bu cümlədə, cümlə daxilində bunu müəyyənləşdiririk. Oxuyub sözünün feili bağlama, yoxsa yəni ıbın feili bağlama şəkilçisi, yoxsa zaman şəkilçisi olduğunu bilmək üçün dırı qoşmalıyıq. Baxın, o oxuyubdur gəlib. O oxuyubdur gəlib. Dırı qoşdum. Götürür, o oxuyubdur gəlib. Belə cümlə olar? Olmaz. Deməli, buradakı ıb nədir? Feili bağlama şəkilçisidir. O oxuyub. O oxuyub. Gəlin bu cümlədə dır artıraq görək. O oxuyubdur. Alındı mı? Alındı. O oxuyubdur. Deməli, buradakı ub nədir? Zaman şəkilçisidir. Cümlə daxilində müəyyənləşdirəcəyik bunu. Sonra madam şəkilçisi var. Madam. Madam, mədən. Madam, mədən şəkilçisi. Oxumadan. Oxumadan. Oxu sözün kökü, madan feili bağlama şəkilçisidir. Arkan, ərkən şəkilçisi var. Arkan, ərkən. Oxu, yar, kən. Oxu sözün kökü, arkan feili bağlama şəkilçisi. Yəni uşaqlar, bu şəkilçiləri yadda saxlamaq lazımdır. Bu şəkilçiləri əsasən biz müəyyənləşdirəcəyik ki, cümlədə feilin təsvirlənməyən formalarından hansı işlənib? Yəni məstər mi işlənib, feil bağlama işlənib, feil sifət mi işlənib? Məstərin şəkilçisi dedik nədir? Maqmək şəkilçisidir. Yəni hansısa bir sözün üzərində maqməyi görəndə məstər şəkilçisi deyirik. Məstər şəkilçisini görəndə ona məstər deyəcəyik. Sonra feil sifət şəkilçilərinin hansıları saydıq? Anan şəkilçisi saydıq, mış şəkilçisi saydıq, acaq şəkilçisi saydıq, sonra dığım şəkilçisi saydıq, ası, malı şəkilçilərini saydıq, an şəkilçisini saydıq, anan şəkilçisini. Bunları hər hansısa bir sözün üzərində görəndə onlara nə deyəcəyik? Feil sifət deyəcəyik. Və bu şəkilçilərin də hər hansısa birini bir sözün üzərində görəndə ona nə deyəcəyik? Feili bağlama şəkilçisi deyəcəyik. Yəni feili bağlama deyəcəyik. İndi gəlin bir neçə söz yazaq. Baxaq görək, bunlar feilin hansı təsvirlənməyən formasına aiddir? Məsələn, oxumaq. Oxumaq. Oxuyan. Gəzən. Gəzəndə. Getmədən. Getmədən. Gəlincə. Gedərkən.
qaçmış. Və başqa nə yaza bilərik? Oxunası və s. Gəlin müəyyənləşdirək görək, bunlar feilin hansı təsviflənməyən formalarına aiddir. Oxumaq, oxu sözün kökü, maq, məsdər şəkilçisi. Deməli, bu nədir? Məsdər. Oxuyan, oxu sözün kökü, y bitişdirici anda feil sifət şəkilçisi. Deməli, bu nədir? Feili sifətimiz. Gəzən, gəz sözün kökü, anan nədir? Feil sifət şəkilçisi. Deməli, nəyimizdir? Feil sifətimizdir. Gəz sözün kökü, anda, əndə, feili bağlama şəkilçisi. Bu nəyimiz oldu? Feili bağlamamız oldu. Getmədən, get sözün kökü, madan, mədən şəkilçisini keçdik. Dedik, nəyin şəkilçisidir? Feili bağlamanın şəkilçisidir. Bu nəyimiz oldu? Feili bağlamamız oldu. Gəlincə, gəl sözün kökü, incə, feili bağlama şəkilçisi. Deməli, bu nə oldu? Feili bağlamamız oldu. Gedərkən, get sözün kökü, arkan, ərkən, feili bağlama şəkilçisi. Nə oldu? Feili bağlamamız oldu. Qaçmış. Baxın, mış. İndi deyəcəyik, müəllim, burada mış zaman şəkilçisidir, yoxsa feil sifət şəkilçisidir? Qaçmış. Hansı sualına cavab verir? Deməli, mış nədir burada? Feil sifət şəkilçisidir. Qaç sözün kökü, mış, feil sifət şəkilçisidir. Oxunası. Oxu sözün kökü, oxunası kitab. Necə kitab? Oxunası kitab. Asasidə feil sifət şəkilçisi. Deməli, bu da oldu feil sifətimiz, bu da oldu feili sifətimiz. Yəni, şəkilçiləri öyrənəcəyik və şəkilçiləri əsasən müəyyənləşdirəcəyik ki, feilin hansı təsviflənməyən forması işlənir. Bir də uşaqlar, burada yadda saxlayın ki, feilin təsviflənməyən formalarının hər birinin şəkilçisi qrammatik şəkilçisidir. Qrammatik, yəni işarəsi budur. Məsdərin şəkilçisi də qrammatikdir, feil sifətin şəkilçiləri də qrammatikdir, feili bağlamanın şəkilçiləri də qrammatikdir. Sonra bura bir izah da yazaq. Yazaq ki, uşaq qorxub susdu. Bu cümlədə deyə bilər ki, bizə zərf var, yoxsa feili bağlama var. Nə etdi? Susdu. Susan kimdir? Uşaqdır. Uşaq niyə susdu? Nə səbəbə susdu? Qorxub. Nə səbəbə? Niyə? Qorxub. Deyərsiniz ki, uşaqlar, burada qorxub nədir? Zərfdir, yoxsa feil bağlamadır? Təbii ki, feil bağlama deyəcəyik. Qorx sözün kökü, bu nədir? Feil bağlamanın şəkilçisidir. Biz artıq bir sözün üzərində feil bağlamanın şəkilçisini görsək, ona biz zərf deyə bilmərik. Zərf haqqında danışmışıq. Yəni, zərflə bəzən şagirdlər feili bağlamanı qarışdırır. Feili bağlamanın saydığımız şəkilçiləri var. O şəkilçiləri hər hansısa bir sözün üzərində görəndə biz ona feili bağlama deyəcəyik. Yəni, ona zərf deməyəcəyik. Burada artıq qorxub nə olacaq? Feili bağlamamız olacaq. Bir də ubun, yenə deyirəm, zaman və yaxud burada feil bağlama şəkilçisi olduğunu müəyyənləşdirmək üçün özündən sonra dırı qoyursan. Uşaq oxuyubdur, susdu. Oxuyubdur, susdu. Alınır, dırı qoşanda alınır. Deməli, ub nədir burada? Feil bağlama şəkilçisidir.